Bir neçə həftə bundan öncə İnsaf Əli bəy Hidayət bir WhatsApp qrupu açdı və orada siyasi partilərin liderini bir araya gətirdi. Mənim bildiyimə qədər yalnız Dirəniş Təşkilatı tərəfindən və Demokrasi Ocağı tərəfindən orada bir kəs yox idi. Yoxsa başqa qrupların hamısı liderləri oradaydı və mən də ora dəvət olmuşdum. Bir neçə gün gözlədim ki, qrup üzvləri və ya təşkilat liderləri tərəfindən bu qrupda bir açılış verilsin, mesaj verilsin, söz danışılsın və siyasi qrup liderləri bu vasitələ bir diyaloq aralarında açılmış olsun. Amma bir neçə gün, bəlkə 5-6 gün gözləyəndən sonra baxdım, gördüm ki, kimsə qrupa bir mesaj buraxmır. Elə buna görə də qərar verdim ki, o qrupda bir səsli mesaj qoyum və o vasitələ bu qrupda diyaloqun açılması üçün bir şərait yaransın. Amma təşkilat liderlərinin qrupunda mənim arzu və istədiyim kimi olmadı. Yəni, mesajı buraxdığımdan bir neçə gün sonra kökündən qrup bağlandı. Sonra İnsaf Əli bəy Hidayətdən qrupun bağlanması üçün səbəbini soruşanda bəlli oldu ki, bir neçə siyasi təşkilatın lideri belə bir qrupun yaranması ilə müxalif və ya o qrupda olmaq ilə müxalif idilər deyə siyasi təşkilatların liderlərinin bir arada olmaq qrupu bu vasitə ilə bağlanmış oldu. Amma mənim o səs mesajım hələ qalır. Ona görə bu fikrə gəldim ki, o səs mesajını başqa Azərbaycan Türk aktivistlərinə yaymamda yarar ola bilir. Ona görə o mesajı bu səsimin davamında eşidə bilirsiniz. Salam əziz və hörmətli dostlar. Hər şeydən öncə İnsaf Əli bəydən bu qrupu təşkil etmək üçün təşəkkür etmemiz lazımdır. Yəqin ki, bu qrupu təşkil etməkdə bir zərurət və olumluluq hiss etmişdir ki, bu qrupu təşkil etmişdir. Bu da bir təcrübə olur hər halda. Qrupa baxdığımda ümumiyyətlə Güney Azərbaycan təşkilatlarının lider figurlarının adı buradadır. Və İnsaf Əli bəy mənim adımı nə üçün bu qrupa artırıbdır deyə bilmirəm, amma hər halda mənə bu şansı verdiyi üçün təşəkkür edirəm. Mənim pozisyonum təşkilatımızda, yəni Azərbaycan Demokrat Partisində mərkəzi komitə müşaviridir. Bəlkə bu təşkilatda yaşlılara müşavir pozisyonu verilir. Hər halda mənim bir belə pozisyonum var. Bir də burada şəxsiyyətlərimizin adını gördüyümdə bəlkə Azərbaycanın tamam təşkilatlarının liderlərinin adları burada yoxdur deyə kimi hiss etdim. Nəysə, burada olan dostlarımızın tək-təkinə dərindən və ürəkdən sayğım var. Baxmayaraq ki, fikri cəhətdən bəzi sahələrdə bir-birimizə yaxın deyirik və təbiətən toplumun maarifləşməsi üçün bu fərqliliklər istər-istəməz o tanınmış fəlsəfə əsasında, dialektik fəlsəfə əsasında bu fərqliliklər bizim toplumumuza, xüsusən siyasi toplumumuzun daha geniş maarifləşməsində yəqin ki, bir olumlu rolu vardır. Yəni, mənim düşüncəmcə bir toplumun siyasi maarifləşməsi, fərqli siyasi partiyaların, təşkilatların var olmasından və o təşkilatlar arası normativ və demokratik çapda bir-biri ilə mübahisə və tartışma sayəsində əldə ola bilir. Elə buna görə də Güney Azərbaycanda və genəldə Türk toplumunda siyasi maarifləşmə, bu toplumun siyasi varlıqları, yəni siyasi partiyaların var olması və iki və ya neçə tərəfli mübahisələrə və tartışmalara daxil olmalarının nəticəsində o siyasi maarifləşmə əlverişli olur. Amma belə bir təşkilatlar və bu təşkilatlara aid mediaların meydanda olmaması, xalqımızın siyasi maarifləşməsi başqa siyasi qaynaqlara yönəlmə ilə əldə olur. Elə bir durumda siyasi maarifləşmə o xalqın milli mənafe və maraqları çərçivəsində deyil, bəlkə o xalqın başqa siyasi qaynaqlardan maarifləşmə cəhətində qidalanırsa,
o qaynaqların milli maraq və mənfəətləri o xalqın milli maraq və mənfəətlərinə çevrilər və burada bir böyük və çox qaba bir yanlışlıq meydana gələr. Diqqət eləsəz, bu fəlakət bugün bizim millətimizin başına gəlmişdir. Yəni bizim millətimiz bugün fars dili qaynaqlarından siyasi maarifləşməsinə çaba göstərirsə, baxdığımızda bizim toplumumuzda assimilasyon və başqa xalqların milli mənafeyinə çalışma özünə bir genel alan tapmışdır. Ona görə biz həm siyasi sahədə, həm medial sahədə öz qaynaqlarımız olmursa və bu qaynaqlar fərqli fikri axınlardan toplumda, öz toplumumuzda qidalanmırsa, orada siyasi maarifləşmə, iməklənmə sürəti ilə önə gedir və əlbəttə ki, olumlu sonuçlar verməz. Elə buna görə də bu arada həm fərqli təşkilatların, yəni fərqli siyasətlərin, fərqli düşüncələrin, fərqli ideolojiyaların olması, eyni halda onların arasında olan tartışma və mübahisə maarifləşmə sahəsində çox çarpıcı sonuçlara varır. Mən də hərəkatımızda çox ciddi təşkilatlaşma tərəfdarıyam. Yəni hərəkatımızın gələcəyini bu hərəkatın təşkilatlaşmasında görürəm. Yəqin ki, təşkilatlaşmanın arxasında bir müəyyən strateji və stratejidən qabaq müəyyən bir ideoloji, ondan sonra müəyyən bir platform dayanır. Və təşkilatlar o ideolojik baxış, müəyyən siyasi strateji və o platform ilə bir-birindən ayrılırlar. Amma bugünkü demokratik ölkələrdə, təcrübə yerin almış ölkələrdə siyasi partiyalar ideolojik cəhətdən bir-birindən ayrılsalar da, plan və proqram sahəsində və milli maraqlar söz konusu olanda %70 və bəzən %80 makro plan və proqramları üst-üstə düşür. Bu çox önəmli bir faktordur. Yəni hətta həyati faktordur deyə hallandırmaq lazımdır. Bu siyasi partiyaların gəlişmiş ölkədə uzun müddətli dövlətçilik təcrübəsinə baxıb dayanaraq adını çəkdiyim sonuca, yəni %70, bəzən %80 bir-birinə yaxın durmada, milli mənafe və milli marağı qorumada bir-birinə yaxın dururlar. Bu dərin təcrübəyə baxdığımızda və İran siyasi coğrafiyasını qeydədiyimizdə və Türk xalqının durumuna İranda və Güney Azərbaycanda baxdığımızda və ən azı 100 illik bir arxasında fəlakətli olan tarix, 100 illik daxili sömürgəsi siyasətinin etkisi altında olan bir xalq, 100 il əzilmiş bir xalq və buna aid siyasi qruplar, hətta siyasi qruplar olmasın, siyasi şəxsilər və şəxsiyyətlər bu xalqa və Güney Azərbaycana siyasət və strateji qurmaq sahəsində düşünüb daşınmaq söz konusu olursa, nə qədər bir-birinə yaxın durmalıdırlar. Əgər uzun müddətli siyasi təcrübə gəlişmiş ölkələrdə siyasi partiyalara o ölkənin milli maraq və mənfəətlərini qorumaq üçün %70 və ya 80 bir-birinin yanında durma icab edibdirsə, bizim xalqımız və Azərbaycan uğura varmasında bizim partiyalarımız, siyasi qruplarımız nə qədər bir-birinə yaxın durmalıdırla düşünmək lazım deyilmi? Və ya bir əzilmiş millətin, bir təşkilatsız millətin, bir millətin ki, keçən 100 ildə, əsasən tarixdə, amma modern tarix başlayandan keçən 100 ildə bir məktəbi və sınıfı olmayan bir xalqın, öz dilində yazıb oxumayan bir xalqın, dünyanı fars dilində öyrənməyə məcbur qalan bir xalqın siyasi təşkilatları nə qədər bir-birinə yaxın durmalıdırlar ki, bu xalqı, bu ölkəni fəlakətdən qutarsınlar. Bu soruna, bu məsələyə, yəni siyasi təşkilatların bir-birinin yanında olması və bugünkü Azərbaycan və ya Güney Azərbaycanın gerçək gücünü təmsil etmə durumuna gəlmələri və meydanda bir siyasi güc kimi görünmələri lazım deyilmi? Əlbəttə ki, sözü uzatmaq əsla istəməm. Amma
İndi 3-4 gündür, belki 5 gündür bu grup kurulmuştur. Bu grupta olan insanlarımızın məndən sonra başqa dostlarımız fikri, strateji cəhətdən bir-birinə çox yaxındılar. Deyirəm məndən sonra, çünki mən və mənim kimi düşünənlər Güney Azərbaycanda milli müqəddəratın təyin olması və genəldə Türk milləti İranın siyasi coğrafiyasında haqq sahibi, söz sahibi olmasında mən federalizmi İranda əlverişli görürəm. Bax, əlverişli görürəm dedim. Amma başqa dostlarımız ki burada var, başqa dostlarımızın genəldə hamısı istiqlaliyyət məfkurəsinə inananlardırlar. Yəni bunların hamısı bir araya gəlib bir təşkilatda ola bilərlər. Ümumiyyətdə istiqlalçıdırlar, ümumiyyətdə bütövçüdülər, ümumiyyətdə millətçidirlər, hətta turancıdırlar belə. Amma bu qrupların bir-birinə yaxın və ya uzaq durmasına baxanda həqiqətən insan şaşırır. Nə üçün bu qruplar bu qədər bir-birindən uzaqda dururlar deyə düşünmək lazım. Özümüzə sual vermək lazım. O suallara əsaslı cavab tapmaq lazımdır. Məsələ bu sahədə, yəni bu təşkilatların bir arada ciddicə olmamaları, bir siyasi figürü oluşturmamaları, bir siyasi otoritəni Türk toplumunda, İranda, Güney Azərbaycanda oluşturmamaları ciddi bir sorun və ciddi bir sual deyilmi? Acaba bu təşkilatların tərəfindən və ya bu təşkilatlarda olan şəxsiyyətlərin tərəfindən bu sual və bu sorun araşdırılmışmı? İndi ən azı təşkilatçılığımızdan bir 20 il geçir, 25 il geçir. Bəzi təşkilatların İranda qurulan, ən azı Camohun tarixi buların hamısından da uzun. Amma belə bir araşdırma meydanda var mı? Bu pərakəndəliyə, bu dağınıq bir durumda olmaya bir cavab var mı? Bu və ya bu kimi suallar və ya məsələlərin araşdırılması, tartışılması, danışması kimə düşər? Özümüzdən sonra başqaları bizim sorunlarımızı, suallarımızı cevaplamada araştırma aparır mı? Əlbəttə ki, yox. Yəni bu bizim sorunumuz, bizim sualımız, bizim məsələmiz olduğumuzda özümüz də onu araştırmamız lazımdır. Bəlkə İnsaf Əli bəyin bu qrupu açmada elə məqsədi buymuş. Arada bir danışıq olsun. Hətta lazım gəlsə aramızda bir tartışma olsun. Əlbəttə sayğını itirmədən tartışma olsun. Çünki sayğını itirdiğin an əlaqələr kəsiləcəkdir. Elə bura gəldiyimizdən yenə də mən dünyada gəlişmiş devlətlər və bu devlətlərdə siyasi partilərin ilişki və əlaqələrinə baxdığımızda bir təcrübəyə dayanarım. Nə üçün bu ölkələrdə siyasi partiyaların fərqli ideolojik baxış açılarına baxmayaraq, fərqli siyasətlərinə baxmayaraq bir-biri ilə normativ bir əlaqədə və ilişkidədirlər? Nə üçün və necə? Məncə iki tərəfli sayğın davranmaq, düzgün dildən, demokratik dildən istifadə etmək. Bu o demək deyil ki, tənqid olunmasın. Demokratik dildə tərəfi incitmədən sözünü demə. Özünü həqiqət bilib başqasını batil tanımaq. Bu partiya o partiyanı batil tanırsa, hesaba qoymursa, xain adlandırırsa məsələn, iki parti arası ilə bu düşüncədə əlaqə və ilişki qurula bilirmi? Bu sözləri nə qədər uzaldırsaq, o qədər uzanır. O qədər dərdimiz var ki, o qədər sözümüz var ki, nə qədər istəsək bu sözləri uzalda bilərik. Amma bu balaca danışmamda yalnız İnsaf Əli bəyin motivasyonuna düşünüb daşınarkən danışmışam və məni çox uzun danışmağım üçün bağışlayın.